Erməni vandalizminin ən amansız izlərini özündə əks etdirən, Qafqazın Xirosimasına çevrilən Ağdam addım-addım bərpa edilir, həyata qayıdır. Qarabağda bayram ovqatı davam edir. Novruzun ilk günlərində Ağdərənin Həsənriz və Suqovuşan kəndinin sakinləri öz doğma yurd yuvalarına qayıtdılar. Bugünsə növbə Ağdamın Sarıcalı kəndinindir. Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də Sarıcalı kəndidir. Kənd 1-ci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi. Burada evlərlə yanaşı məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində ordumuzun şanlı qələbəsindən sonra üç tərəfli bəyanata əsasən Ağdam rayonu noyabrın 20-sində Azərbaycana qaytarıldı. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada Azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verdi. Sarıcalı kəndi 1873 nəfər əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb. Təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub, icma və mədəniyyət mərkəzləri yaradılıb. Sosial məsələlər də öz həllini tapıb. Kənd daxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, kəndin girişində inşa olunan bu binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq. Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün bütün şərait mövcuddur. Qeyd edək ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, birinci mərhələ üzrə bura 895 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlər 2, 3, 4 və 5 otaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, müasir standartlara uyğun inşa edilmiş 100 yerlik Körpələr Evi uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək. Körpələr Evi uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti mühüm işlər görür. Bu məsələ işğaldan azad edilmiş ərazilərimizdə də diqqət mərkəzində saxlanılır. Bu bölgələrimizdə bir çox uşaq təhsil-tərbiyə müəssisələrinin yaradılması prosesinin geniş vüsət alması bunu aydın nümayiş etdirir. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb. Müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışa qədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Bu yeni məktəb binasının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir. ilə yaxın davam edən işğal nəticəsində həmin rayonlardakı təhsil müəssisələri də tamamilə dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm və ardıcıl işlər görülür. Bu, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində böyük qayıdışa dair birinci dövlət proqramında öz əksini tapıb. Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı dərsdən kənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb. Sonra dövlətimizin başçısı və birinci xanım yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim etdilər. Sarıcalıya xoş gəlmişsiniz. Sizə xoş gəlmişsiniz. Ürəkdən təbrik edirəm. İlk növbədə qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edirəm sizi və Sarıcalı kəndinin bərpası münasibəti ilə. Yəni, bugün iki qat bayramdır və bu bayram ərəfəsində kəndi istifadə vermək, keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir. Bu yaxınlarda Novruz bayramını qeyd eləmişik. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşmüşdüm. Onlara onların evlərinin açarlarını təqdim etmişdim. Bugün isə burada Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək əlbəttə ki, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra siz doğma torpağınıza qayıtmışsınız və sizin üçün burada gözəl şərait yaradılıb. Mənim işğal dövründə keçmiş köçkünlərlə çox sayılı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və sizi bir öz doğma torpağınıza qaytaracaq. Bugün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır.
artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdır və bütün keçmiş köçkünlər üçün bax, bu cür şərait yaradılacaq gələcəkdə. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi bugün keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də Ağdamlar qayıdacaq. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulur. Digər kəndlərdə inşaat işləri gedir və təbii olaraq Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Ağdam şəhəri də, rayonu da, bütün kəndlər mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı. Bir dənə də salamat bina qalmamışdı və bu bir daha düşmənin xislətini göstərir. Bizə olan tamamilə əsassız düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra ki, həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzəyik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə yeksan edildi və Ağdamı Qafqazın Hirosiması adlandırırlar. Amma fərq ondadır ki, Hirosima atom bombası nəticəsində viran qoyulmuşdur. Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançıları sökərək o daşları da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu misli görülməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim. Erməni faşizmi, faşizmin ən yüksək nöqtəsidir. Və biz Ağdamı yenidən quracağıq. İndi quruculuq işləri aparılır, geniş miqyaslı quruculuq işləri. İşğaldan sonraki dövrdə bir çox önəmli infrastruktur obyekti istifadə verilib. İlk növbədə yollar, Ağdam, Bərdə yolu yenidən quruldu. Sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dörd zolaqlı yol olacaqdır. Dəmir yolu çəkilir. Yəqin ki, bu il istifadə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən orada heyvan saxlayırdı. Bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam mərkəzi inşa edilir. İmarət kompleksi bərpa edildi. Natavanın qəbri bərpa edildi. Düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi bərpa edildi, yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, həstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir, artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Və təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadə veriləcək. Bununla bərabər bölgənin turizm imkanlarını nəzərə alaraq
2 mehmanxana artıq fəaliyyətə başlayıbdır və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Belə şəhər biz qururuq. Və yadımdadır, ilk dəfə işğaldan sonra Ağdamda Ağdamlarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim ki, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq. Bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bugün bu işləri görməyə qadirdir. Təkcə Ağdam rayonunda gedən işləri mən sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir. İkinci Qarabağ müharibəsi təbii olaraq tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq. Bildiyiniz kimi, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi. Çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə Ağdam istiqamətinə biz artıq Hadrut, Cəbrayıl, Füzuli azad olunandan sonra, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq. Və faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı. Və yenə də Azərbaycan humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdir. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi. O ünsürlərə ki, onlar buna layiq deyirlər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdir. Bizə qarşı soyqırımı törədilmişdir. Xalqımız böyük əzab, əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu. Kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq. İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla Qarabağ, Laçın və Kəlbəcər rayonları. Biz onsuz da bu torpaqları azad edəcəkdik. Ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq. Ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Və ondan 3 il sonra tam nəzarəti ələ götürdük. Suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bugün separatizmin kökü kəsildi. Bugün burada insanlar rahat yaşayacaq, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaq. Əminəm ki, xoşbaxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda xalqımızın milli ləyaqəti bərpa edildi. 30 il ərzində Ermənistan hər vəclə çalışırdı ki, 1 santimetr torpaq da bizə qaytarılmaz. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma bir şey onlar nəzərə almamışlar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və ordumuzun qəhrəmanlığı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah həmişə ordumuzun, silahlı qüvvələrimizin şəxsi heyətinin başını uca eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində bugün bax biz burada
durmuşuq və bugün bu gözəl bayram ərəfəsində sizinlə görüş keçirilir. Bundan sonra bərpa işləri davam edəcək. Sarcalı kəndinin sadəcə olaraq birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra hardasa evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tip məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür, 12 sot. Eyni zamanda ətraf ərazilərə su veriləndən sonra ətraf torpaqlarda da əkin, biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və su qovuşan su anbarı bu imkanını bizə yaradacaq. Sadəcə olaraq vaxtilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Yaxşı bilirsiniz ki, həm Sərsəng, həm su qovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi ki, o cümlədən Ağdam və bir neçə ətraf rayon suvarma suyu ilə təmin edilsin. İşğal dövründə düşmən suyumuzu da kəsmişdi. İndi biz öz su resurslarımıza da sahib olduq. Xaçınçay su anbarı artıq bərpa edilib və su qovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Hardasa 100.000 hektar bugün suvarılmayan torpağa su gətiriləcək. Ona görə Ağdam rayonunda yaşayacaq vətəndaşlar buna hazır olmalıdırlar. Burada işlə təmin etmək üçün lazım addımlar atılır. Eyni zamanda kənd təsərrüfatı da artıq sahibkarlar tərəfindən də inkişaf etdirilməlidir. Bir daha sizi ürəkdən təbrik edirəm. Can sağlığı arzulayıram. Xoşbaxt yaşayın. Dəvət olunur Rzayev Ramiz İsaoğlu. Çok sağ olun, minnettar. Allah sizi var eylesin. Çox sağ olun. Behbudov Silyan Vilayətov. Əliyeva Vəfa Raquf qızı. Cəfərova Lalə Həmzə qızı. Tağıyev Elgiz Xəliloğlu. Əliyev Faiq Yelmaroğlu. Quliyeva Nuriyə Əfqan qızı. Cəfərova Natella Asif qızı. Məmmədov İntiqam Nəbioğlu. Və Əliyev Şünasif Ələskəroğlu. Təbrik ederim. Təbriklər. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə söhbət etdilər.
bizim halkımızda büyük durduğumuz yer bağ idi, meşe idi. Yanında büyük aldı Evler başları. haradaydı? Evler resmen aşağıydı. Evet. Ama bu bağ Sarıcalının bağıydı. meşeydi. Meşe. Koz ağaçları, al ağaçları vardı. Yani onlardan Qurdular. hamısı. Siz işğal dövründə harda yaşamısınız? Bərdədə. Kendiniz çok güzel. Məktəbdə yaşayır. İndi hal-hazırda 5 mərtəbələrdə var. Çox sağ olun, Allah sizin köməyiniz. Allah şəhidlərimizə rəhmət eləsin. Hemşire onları Minnətdarıq sizə. Cavanlar da gəlir. hə? sözün değil hemşire. Həvəslə gəlirsiniz. Onlar heç görmürlər buraları. Yani görmeyenler de bile gelip görmek istedik ki nezir işgal azad olmuş torpaqlarımız bərpa olmuş. Yine konak gelersiniz. Yani Allah həmişə dövlətimizin bayrağını versin. İnşallah ədalətsizliklə üzləşmişdi 30 il ərzində. Bu ədaləti biz özümüz bərpa etdik və hər gün ədalət təntənəsini biz görürük. Allah sizi bağışlasın. İndi azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də hardasa 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Çox sağ olun. Amma indi yaxın aylarda qonşularınız da gələcək. Çox sağ olun. Xıdırlıya, yəqin ki görmüsünüz, böyük inşaat gedir, Kəngərliyə. İlin sonuna qədər Ağdam şəhərinə burada rahat, xoşbəxt yaşayacaqsınız. Çox sağ olun. Minnətlərim. Allah sizi var etsin. Sağ olun. Allah sizi bağışlasın. Çox sağ olun.